Bu şəxslərə oruç tutmaq olmaz. Bu cür videoların davamını görmək istəyirsinizsə, videonu bəyənin və kanala abunə olun. Ən əsası isə zınqrov düyməsini basmağı unutmayın. İslamın təməl ibadətlərindən biri olan orucun məhz Ramazan ayında tutulması vacib buyurulub. Quran-ı Kərimin Bəqərə surəsinin 183-cü ayəsində bu barədə belə buyurulub. Ey iman gətirənlər! Oruç tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi sizə də vacib edildi. Bəlkə pis əməllərdən çəkinəsiniz. İbadət etmək insanın xeyrinə olan bir əməldir. İslamın 5 şərtindən biri olan orucun da insana heç bir zərəri olmaz. Əksinə, mədəyə eləcə də digər orqanlarımıza sağlamlıq baxımından çox faydalıdır. Bu müasir tibb mütəxəssislər tərəfindən açıq və qəti bir şəkildə isbat edilib. Elm orucun insana faydasını tədricə kəşf edib. Amma Peyğəmbər Əfəndimiz oruç tutun, şəfa tapın hədisi şərifi ilə 1400 il əvvəl bildirmişdi. İctimai həyatımızda önəmli yer tutan Ramazan ayında gün boyu yemək yeyilmədiyi üçün imsak və iftar yeməklərinə xüsusi diqqət verilməlidir. İmsak sadə nahardan, iftar isə axşam yeməyindən daha zəngin hazırlanmalıdır. Buna görə də Ramazan ayı ilə birlikdə bəslənmə vərdişlərinə də dəyişikliklər edilir. Oruç tutarkən bəslənməyə daha çox diqqət göstərilməli, yağlı yeməklərin qəbulundan çəkinməliyik. Yeməklərin ağır olmasına, az yağlı və yağda qızardılmayan yeməklərin seçilməsinə diqqət yetirilməlidir. Hər vaxt təklif edildiyi kimi bu ayda da məqsəd kafi və balanslı bəslənməyi qoruyub saxlamaqdır. Orucluq ayında da payız ayının ən az 3 hissəyə bölünməsi məsləhət görülür. Belə bəslənmə şəklinə diqqət yetirməyən sağlam insanlarda zaman-zaman həzm çətinlikləri, mədə və bağırsaqlarda həddindən artıq qaz yaranması, anidən təzyiqin yüksəlməsi kimi problemlər yarana bilər. Xüsusilə bu dövrdə yeyilən unlu məmulatlar və yüksək kalorili qidalar çəkinin artmasına, kökəlməyə səbəb ola bilər. Ramazanda iftar süfrələrdə qoyulan qidaların kalorili insan sağlamlığı üçün lazımlı qida elementlərini özündə birləşdirən vitamin və minerallarla zəngin olması vacibdir. Xüsusilə quru paxlalı, tərəvəz və ya qatıq ilə hazırlanmış şorbalar, süd və süd məhsullarından istifadə etmək sağlamlıq baxımından daha yararlıdır. İftarda qatıq qəbulu həzmdə yaranan çətinliyi aradan qaldırır. Bu mübarək ayda oruç tutmaq istəyənlərin heç də hamısının sağlıq durumu buna imkan vermir. Bir çox insan həkim və din alimlərinin qadağalarını qulaq ardına vurub, dini borcunu yerinə yetirməyə cəhd edir. Hansı xəstələrə oruç tutmaq olmaz? Aşağı təzyiq və yuxarı təzyiqi olanlar, qan azlığı anemiyası olanlar, birinci tip diabetli xəstələr, mədə bağırsaq xorası olanlar, qastrit, 12 barmaq bağırsaq xorasından əziyyət çəkənlər, ürəyin və beynin işemik xəstəliyi olanlar, nə vaxtsa infarkt və insult keçirmiş şəxslər, onkoloji xəstələr, mədə bağırsaq qanaması olanlar, kolit, kron xəstələri, ağır qan xəstəliyi olanlar, hamilə və süd verən qadınlar, zob xəstələri. Yaxşı olar ki, oruç tutmazdan öncə səhhətinizlə bağlı şübhəniz varsa, kiçik bir tibbi müayinədən keçib həkim tövsiyəsi ilə Ramazana başlayasınız. Dəyərli izləyicilər, onu da deyim ki, Ramazan Allahın lütf və rəhmət qapılarının açıldığı aydır. Peyğəmbərimiz orucluq vaxtı könüldən edilən dua, ibadət və yaxşılıqların Allah qatında daha keçərli olacağını söyləyib. Allah orucumuzu qəbul etsin. Amin.
Video sizin üçün lazımlı oldusa bəyənmə düyməsini basın. Kanal sizə maraqlı gəlirsə, hələ də kanala abunə olmamışsınızsa, abunə ol düyməsini basa bilərsiniz və zınqrov düyməsini də basın ki, hər dəfə yeni faydalı videolar paylaşanda sizlərə ilk gəlsin və sizlər də bu videolardan yararlanın və təbii ki, əzizlərinizin yaxınlarınızın faydalanmasını istəyirsinizsə, videonu onlarla WhatsAppda, Telegramda və Facebook və digər sosial şəbəkələrdə paylaşa bilərsiniz və onu da deyim ki, şərhləriniz bizlər üçün olduqca vacibdir. Şərhlər yazmağı unutmayın. Özünüzə yaxşı baxın, növbəti videolarımızda görüşənədək Allah amanında.